İndi deyəcəksiniz, bu boyda qoğal olar. Çünki bu dəfə böyük deyil, balaca ölçüdə bir şey hazırladım. O qədər dadlı idi ki, xəmir reseptimi diqqətlə izləyin. Çünki ideal, rahat yayılan reseptdir. Qoğalımın xəmirində isə doymaq unundan istifadə elədim. Əla növ olan bu un bayram şirniyyatları üçün mükəmməl seçimdir. Onu qəşəng əliyib mayada qatıb yumşaq xəmir yoğururam. Təxmini 10 dəqiqə yoğururam ki, gluten zəncirləri sayəsində elastik, cırılmayan yuxalar alınsın. Kərə yağı, bol ədviyyat, un. Üçünü birgə qovurub, içiliyi də belə hazırlayıram. Mən qoğalın içini çox şor eləmirəm. Qaydasında duz qatdım, bəsdir. Acımış xəmiri bərabər kündələrə ayırıb dincəldirəm. Mən kündələri 5-5 yayıb 2 hissəyə böldüm qoğalları. Nə çox nazik, nə də qalın yayıram. Hər qatın arasına əridilmiş kərəylə yağlayıram. Kərəyə biraz da sarı kök qatıram. Üçüncü qatdan sonra içiliyi səpirəm. Ən sonda nazik lentlərə bölüb qoğalları bururam. Etiraf edeyim ki, bu mərhələdə barmaqlarım yoruldu, amma əziyyətinə dəyərdi. Üzərinə yumurta çəkib, çörək otu səpib, 170 dərəcədə qızarana kimi bişirirəm. Və salam hazırdır. Normal ölçüdə olan qoğal çox böyük olur mənə görə, sonra kimi yemək olmur. Mənim də yeganə yeyə bildiyim bayram bişintisidir qoğal. Bəs sizin ən sevdiyiniz Novruz bişintisi hansıdır? Amma düzün deyim, bu ölçüdə qoğallar hazırlamağa səbriniz çatardı.